Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası öz işini davam etdirir. ATƏT Parlament Assambleyasının 25-ci sessiyası çərçivəsində bu qurumun Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin isə son iclası keçirilib. ATƏT Parlament Assambleyasının büro üzvü, komitənin sədr müavini Azay Quliyev vida çıxışı edib. Bizim yeni rəhbərlik seçildi. ABŞ-ın senatoru Viker deməli yenidən komitənin sədri seçildi. Sədr müavini İtaliyadan olan nümayəndə Peki seçildi və yenidən bizim deməli məruzəçi Sederfeld, İsveçdən olan xanım deputat Sederfeld deməli seçildi komitənin rəhbərliyinə. Sessiya çərçivəsində keçirilən büro iclasında Parlament Assambleyasının prezidenti və vitse-prezidenti vəzifələrinə namizədlərin irəli sürülməsi müzakirə olunub. Vitse-prezidentliyə namizədlər arasında Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyevin də adı var. 3 nəfər prezidentliyə namizəd oldu, 4 nəfər də vitse-prezidentliyə namizəd oldu. Ona görə sabah seçkilər keçiriləcəkdir. Sabah saat 9-a 12-yə qədər seçkilər olacaq və biz 12-də seçkilərin nəticələrini biz biləcəyik. Komitə sədri seçkinin sabahki nəticələrinə ümidli olduğunu və Azərbaycan tərəfinin şansının yüksək dəyərləndirildiyini söylədi.